14 mart 2025-ci il Gəncə Dövlət Universitetinin Ümumi Texniki Fənlər və Texnologiya Kafedrasında Azərbaycanda gender təhsili və tərbiyəsinin əhəmiyyəti mövzusunda elmi seminar keçirildi. Seminarı Ümumi Texniki Fənlər və Texnologiya Kafedrasının müdiri Dosent Elçin Cavadov açaraq universitetin rektoru Professor Yusif Yusifova universitetdə yaradılmış elmi mühitə görə seminar iştirakçıları adından təşəkkür etdi. Daha sonra Ümumi Texniki Fənlər və Texnologiya Kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülbəniz Hüseynova Azərbaycanda gender təhsili və tərbiyəsinin əhəmiyyəti mövzusunda çıxış etdi. Bu mövzu ilə bağlı kafedranın baş müəllimi, pedaqogika üzrə elmlər naziri, fəlsəfə doktoru Gülbəniz Hüseynova çıxış edəcək. Buyurun Gülbəniz müəllim. Hörmətli müəllim professoriyatı, təşəkkür edirəm mənim seminara təşrif etdiyiniz üçün, gəldiyiniz üçün. Bugünkü elmi seminarımız Azərbaycanda gender təhsili və tərbiyəsinin əhəmiyyəti adında mövzuya çıxış edəcəm mən. Aktual bir mövzudur və cəmiyyətimiz üçün, təhsilimiz üçün əhəmiyyətli bir mövzu üzərində biz bugün çıxış edəcəyik. Elmi seminarda iştirak edən professor müəllim heyəti onları maraqlandıran məsələlərlə bağlı məruzəçiyə suallar verdi. Çok sağ olun, biraz çıxış ediyoruz. İndi hal-hazırki dövrdə yeni bütün ailələrə şamil olar. Təşəkkür edirəm. Şəhərləri götürün, kənd yerləri. Təşəkkür edirəm Sədir müəllimə sualınıza görə. Deməli, biz dedik ki, bizim ölkəmiz demokratik ölkədir, bizim ölkəmiz inkişaf edən bir ölkələrdən biridir. Amma o demək deyil ki, gender məsələləri bütün bölgələr üçün şamil olunubdur və mən bayaqda çıxışımda bildirdim ki, çox təəssüflər olsun ki, hələ elə bir ailələrimiz var, 9-cu sinifdən uşaqları çıxardırlar. Bax, dünya üzrə də 45 milyon oğlan əgər orta təhsil almırsa, qadınlar 60 milyona çatıbdır. Yəni ki, o bizə Azərbaycana da xas, statistik bir statistik bir məlumatlar. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırdı və qarşılıqlı fikir mübadiləsi aparıldı. Siyasətlərinin və proqramlarının dizaynı həyata keçirilməsi, monitoring qiymətləndirməsi, inteqrasiya olunur ki, qadınlar və kişilər bərabər faydalansınlar. Qadınların, eləcə də kişilərin öyrənmə və inkişaf ehtiyaclarını həm formal, həm qeyri-formal təhsildə kurikulların planlaşdırılması, tərtibatı və həyata keçirilməsində nəzərə alınır. Qadınlar və kişilər qərar qəbul etmənin bütün səviyyələrində bərabər şəkildə iştirak edirlər. Kurikulum və dəstək tərtibatçıları, müəllimlər, direktorlar və digər maraqlı tərəflər mübadiləş, təlim seminarları, iş yerində təlim kimi xüsusi potensialın inkişaf etdirməsi vasitələrdən gender problemini həll etmək və gender bərabərliyi təşviq etmək üçün öz səlahiyyətlərinin təkmilləşdirmək üçün daim çalışırlar.